2007-ci ildən etibarən Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. Bəzi illər müəyyən sahənin inkişafına diqqət ayırmaq üçün elan olunduğu halda, bəzi illər isə baş verən hadisələrin yubileyini qeyd etmək üçün adlandırılır. Ayrı-ayrı tematikaya, ayrı-ayrı mövzulara həsr olunan müxtəlif illərdə biz regional, qlobal, milli əhəmiyyətli bir sıra tədbirləri görmüşük və hesab edirəm ki, bu çox yaxşı bir ənənədir. 2025-ci il Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki zəfərin 5-ci il dönümünə təsadüf etdiyindən bu barədə sərəncam imzalanıb. Bildirilib ki, Azərbaycanın əsas qanunlar toplusunun preambulasında dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca məqsəd kimi bəyan edilib. Məhz 1995-ci ildə qəbul olunan Konstitusiya hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əminamanlıq şəraitində əməkdaşlığın təmin edilməsi üçün qanunvericilik bazası rolunu oynayıb. Ümumi liderin müstəqilliyimizin ilk illərində qəbul etdiyi mühüm tarixi hüquqi sənədlər, qəbul etdiyi tali yüklü qərarlar və həmin qərarların işığında bizim yaxın keçmişdə əldə etdiyimiz möhtəşəm zəfərlər əslində bu sərəncamı aparan, belə demək mümkünsə, yol olmuşdur bizlərə. Sərəncamda da qeyd edildiyi kimi 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya haqqında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da 1991-1993-cü illərdə hakimiyyətin yaratmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyət. Fenomenal siyasi xadim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi təyin edilir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycanın demokratik bir dövlət kimi hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulmasına təkan verdi. Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsini dövlətin ən ali amalı elan etmişdi. Hələ Ulu Öndər 1993-cü ildə prezident seçkiləri ərəfəsində öz proqramında bəyan etmişdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək. Xalqımız sivil dünyanın yolu ilə gedəcək. Ümumilli liderin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Bu prosesin də əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk konstitusiya təşkil edirdi. Konstitusiyasının qəbul edildiyi ərəfədə ölkədə konstitusiya qəbulu üçün əlverişli şərait yox idi. Dövlət çevrilişi cəhdləri ara verməmiş, vətəndaş müharibəsi təhlükəsi hələ sovuşmamışdı. Konstitusiyanın uğurunu şərtləndirən yeganə amil məhz onun Heydər Əliyev tərəfindən idarə olunması idi. 1995-ci il may ayının 2-sində Azərbaycan Respublikasının Milli Məclisi yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Heydər Əliyevin sədr olduğu komissiyanın ilk iclasında dövlət başçısı tərəfindən qəbul ediləcək konstitusiyanın parametrləri açıqlandı. Ümumilli lider qeyd etdi ki, biz elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Ona görə də üzərimizə düşən vəzifə həm şərəflidir, həm də çox çətindir. Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır. Onun əsas qanunu olmalıdır. Ulu Öndərin rəhbərliyi altında hazırlanmış Konstitusiya 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Heydər Əliyevin 1996-cı il 6 fevral tarixli sərəncamı ilə hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya günü olaraq qeyd edilir. Heydər Əliyev məhz qarşıdakı nəsilləri düşündüyü üçün özündən sonra xalqına fəaliyyəti uzun illərə hesablanmış belə bir konstitusiya miras qoymuşdur. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu.
Dövlətin suveren bir təsisat olaraq mövcudluğunun hüquqi əsaslarını müəyyənləşdirən Konstitusiya Azərbaycanın hüquqi siyasi inkişafına təkan verməklə yanaşı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları da sürətləndirmiş oldu. 2016-cı il sentyabrın 26-sında keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edildi ki, bu da dayanıqlı və ardıcıl inkişafın təmin olunması məqsədini daşıyırdı. Bu islahatlarla respublikamızda demokratik məzmunlu yeni ictimai-siyasi mühit yarandı. Dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının, hüquqi dövlət quruculuğu prosesinin daha mükəmməl və yüksək səviyyədə təmin olunmasına xidmət edildi. 1995-ci ilin 12 noyabrda Ulu Öndərin təşəbbüsü ilə Konstitusiya hərə gəlib və xalq tərəfindən qəbul olunmuşdu. Təbii ki, bizim Konstitusiya bütün dünyəvi normalara cavab verən bir Konstitusiyadır. Burada həm qanunvericilik, həm məhkəmə, həm icra orqanları və vətəndaşların hüquqları, iqtisadi hüquqları və sair hüquqlar əksini tapıbdır. Ümumi lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və onun gələcək inkişafının təmin edilməsi sahəsində qarşıda duran ən mühüm məsələlərdən birinin hüquq islahatlarının aparılması olduğunu çox yaxşı bilirdi. Ona görə bu səbəbdən ümumi lider hüquq islahatlarının aparılmasına məhz Konstitusiyadan başladı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-sində qəbul edilmiş ilk konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynamışdır. Xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətəmiz uğurlar qazanmışdır. Konstitusiyanın qəbulunun 30 illiyi və ərazi bütövlüyümüz təmin olunduqdan sonra suverenliyin bərpası, o bizim dövlət quruculuğumuz üçün deyərdim ki, ən mühüm bir tarixi hadisədir. Yəni, əgər biz müstəqillik dövründən, 30 ildən bir qədər çox olan müstəqillik dövrümüzü analiz etsək, bir çox mühüm siyasi hadisələr baş verib, amma bu hadisələrin ən mühümü bizim suverenliyimizin bərpasıdır. Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin bərpası, regionda ədalətli geosiyasi nizamın, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, bütövlükdə sülh naminə etimad quruculuğunun həyata keçirilməsi baxımından da böyük önəmə malikdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2-ci Qarabağ müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olmuşdur. Bu hadisə həm də ölkəmizin bütün ərazisində konstitusiyamızın hüquqi qüvvəsini, bərpasını təmin etmişdir. Hörmətli həmkarlar, inamla söyləmək olar ki, konstitusiya və suverenlik ili milli dövlətçilik şuurunu daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. Qəhrəman Azərbaycan ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan bir daha öz gücünü göstərmişdir. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla biz yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən 3200-dən çox bizim qəhrəman şəhidimiz şəhadət zirvəsinə
ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi qələbənin əsas faktorlarıdır. 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ilidir. Bəs bu il hansı hadisələr gözlənilir? Konstitusiyamızın qəbul olunmasından sonra həyata keçirilən hüquqi islahatlar, struktur, institusional islahatlar və onun dövlətçiliyin inkişafına olan töhfəsi nəzərdən keçiriləcək, müzakirələr aparılacaq, dəyərli masalar təşkil olunacaq və eyni zamanda suverenliyin ölkəmiz üçün əhəmiyyəti və suverenliyin əldə olunmasından sonra ölkəmizin atdığı praktiki addımlar, ölkəmizə olan münasibət, Azərbaycanın müəyyən etdiyi siyasi və qlobal prioritetlər, COP29 tədbiri, iqlim dəyişikliyi sahəsinə Azərbaycanın verdiyi töhfələr və bu kimi məsələlər hesab edirəm ki, öz aktuallığını qoruyacaqdır. Konstitusiya və suverenlik ili ölkəmizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq. 2025-ci ildə Azərbaycan suveren, müstəqil, qüdrətli dövlətdir. Ərazi bütövlüyü, konstitusiyası tam şəkildə bütün ölkəni əhatələyəcək hüquqi qüvvəyə malik beynəlxalq subyektdir və bu mənada 2025-ci ilin konstitusiya və suverenlik ilə elan edilməsi tamamilə yeni mərhələdə dövlətimizin qarşısında yeni perspektivlərin dayandığını, Azərbaycanın artıq qlobal güc kimi özünün daxilində sabitliyi, sülhü, əmin-amanlığı və suverenliyini təmin etmiş beynəlxalq subyekt kimi ciddi məqsədlərə doğru irəliləmiş olacaq. Eyni zamanda nəzərə almaq lazımdır ki, sentyabrın 20-si Azərbaycanda dövlət suverenliyi günü elan edilib. Çünki 2020-ci il sentyabrın 27-sində Ermənistanın təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-sində həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, konstitusiyanın hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Bu da konstitusiya və suverenlik ilinin birgə keçirilməsinin mənasını izah edir. 2025-ci il ölkəmizdə dövlətçilik və konstitusiya ilə bağlı maarifləndirmə ili kimi yadda qalacaq. Bu, həm də zəfərə gedən tarixi yolun yenidən öyrənilməsi və xalqın qarşısında milli hesabat mərhələsi olacaq. Dolayısıyla gələn il Azərbaycanın daha güclü olması, dövlətçilik şuurunun bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycan xalqının suveren dövlət qurması, konstitusiyon, hüquqi münasibətlər sistemi yaratması, hüquqi dövlət qurması və onun bütün ərazisində bu hüquqların bərpa olunması yalnız və yalnız 2023-cü ildən sonra mümkün oldu. Bu, bir millətin taleyində, siyasi taleyində, dövlətçilik taleyində mühüm bir hadisədir. Ona görə də mən düşünürəm ki, 2025-ci il həm konstitusiyamızın yaranmasının 30 illiyinin təbliğ olunması üçün yeni bir fürsət yaradacaqdır. Həm də suveren hüquqlarımızın bərpa olunması üçün hansı yollardan keçdik, buna necə nail olduq, bu tarixi mərhələni necə arxada qoya bildik məsələsi ilə bağlı Azərbaycan dövlətçiliyinin inkişaf tendensiyasının təbliği ili olacaqdır. Bunların fonunda 2025-ci ilin məhz konstitusiya və suverenlik ili elan edilməsinin xüsusi mənası var. Bu qərar onu göstərir ki, Azərbaycan milli maraqlarını rəhbər tutaraq yeni geosiyasi reallıqlar mühitində müstəqil daxili və xarici siyasətini xüsusi prinsipiallıqla davam etdirir. Odur ki, gələcək perspektivdə rəsmi Bakının konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə nail olması qaçılmazdır. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan bir daha öz gücünü göstərmişdi. Prezident kimi əziz xalqıma söz vermişdim. Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm and içmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək, biz Azərbaycan dövlət bayrağını işğal altında olan torpaqların hər bir güşəsində qaldıracaq. Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. 20-ci ilin noyabrından
2023-cü ilin sentyabrına qədər hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 sentyabr dövlət suverenliyi günü idi. Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu bizim böyük sərvətimizdir. Suverenliyi tam bərpa etmiş ölkə kimi, xalq kimi qarşılayırıq, bu ilə başlayırıq və hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-sindən sonra başlayır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır.